Salam əziz şagirdlər, indi isə izlə testindən səhifə 13-də olan sualları izah etmişdim. İndi isə digər suallarımıza baxaq. Burada səhifə 21-də olan suallar asandır. Yenə də izah edim mən sizə tez-tez, çox vaxtımız getməsin. Burada biz baxırıq ki, burada boşluğu istəyir bizdən. Burada bir qanuna uyğunluq var. Fiqurun, yəni buradakı boşluğu doldurmaq üçün bizə hansı fiqur burada uyğun gələr? Baxırıq ki, A variantındakı fiqur tamamilə bu hissəni tutacaqdır. Müəyyən bir qanuna uyğunluqla düzülmüşdür. Sual 2-də isə baxırıq ki, burada ortada hansısa bir fiquru bu fiqurla birləşdirəndə bu fiqur sağdakı bərabərlikdən sonraki fiqur alınmışdır. Biz də burada bunun tapmağın ən asan bir yolu sizə qeyd eləmək istəyirəm. Onun asan bir yolu da odur ki, biz burada sağdakı fiqurdan soldakı fiquru çıxacağıq. Burada baxırıq ki, bu şəkil burada var, çıxırıq. Bu romb şəkli burada var, çıxırıq. Sonra burada aşağıda olan bu boş çərçivə var, çıxırıq. Sadəcə burada 5 bucaq əlavə olunduğunu görürük. Ona görə doğru cavabımız 5 bucaq olur. Burada yenə toplananlardan bərabərlik sağdan sola qoyulmuşdur. Burada hansı fiqur, yəni bu hissələri bu bütöv fiqurdan tapıb çıxırıq. Burada indi çalışaq ki, biz çıxaq burada olanları. Baxırıq ki, burada bu fiqur burada vardır. Biz bunu çıxırıq. Sonra burada bu yoxdur. Sonra üçüncü gəlir. Bu var. Bunu çıxdıq. Onun böyründəkini çıxırıq. Sonra digər bir hissəni də çıxırıq. Görürük, bu da var, bu da var, bunlar var. Hamısı. Axırıncı isə bunu çıxırıq. Görürük, burada alınan boşluq, bir də burada alınan boşluq hansı fiqurda var, biz onu tapmağa çalışırıq. O da görürük ki, D fiqurunda var. Sonra digər bir fiqurumuz dördüncüdə baxırıq ki, yenə burada sol tərəfdə olan fiqurun üstlərinə hansı fiquru gəlib ki, sağ tərəfdəki bərabərliyin sağındakı fiqur alınmışdır. Biz baxırıq ki, burada soldan fərqli olaraq sağda belə bir üstəgəl formasında xəttlər olmalıdır. Demək ki, o üstəgəl işarəsinin yerində həmin A variantındakı işarə vardır. Sonra burada digər bir 5-ci sualımıza baxırıq, görək hansı qanuna uyğunluqla düzülmüşdür. Bizdə indi baxdığımıza görə görürük ki, birincidə kvadrat verilib, ikincidə 2 üçbucaq verilib. Burada isə üçüncüdə isə kvadrat və üzərində üçbucaqlar həkk olunmuşdur. Yenə ikinci sətirdə də yenə eyni qanuna uyğunluqdur. İkinci hər zaman birincinin üzərində olduğunu görürük. Demək ki, burada birinci burada aşağıda olub, bu artıq burada olduğu üçün burada ortada hansı fiqur olmalı idi? Bu 6 bucaqlı fiqur olmalı idi. Bəli, sayaq bunun bucaqların dəqiq olsun. 1, 2, 3, 4, 5, 6 bucaqlı olduğuna görə biz elə 6 bucaqlı fiqur B variantında görürük və onu seçirik. Sonra digər bir 6-cı sualımıza baxırıq. Burada fikir veririk ki, biz burada çərçivələr dəyişmir. Hər dəfədə eyni kvadrat formasında düzülmüşdür. Ancaq ortasındakı bu xətt isə dəyişir. Burada birinci mərhələdə görürük ki, oxlar irəli getdikcə ikincidə baxırıq ki, birincidən fərqli olaraq fərqli cəhəti nədir? Ortadakı xətt, düz xətt tən ortadan fiquru üzü aşağı iki hissəyə bölmüşdür. Təkrar sanki bu xətt birincinin üzərində göstərməyə çalışacağım. Bura keçir belə, sonra bu küncə keçir, sonra isə ortada olacaqdır. İndi burada olduğuna görə üçüncüdə isə belə bir xətt olmalıdır. Bu isə baxırıq C variantında özünü göstərir. Sonra burada operatorlar mövzusunda
Səhifə 47-də başqa bir sualları izah etməyə çalışacağam sizə. Əziz şagirdlər, belə məntiq suallarında belə böyük 4 rəqəmli, 5 rəqəmli, 3 rəqəmlilər yan-yana bir ədəd formasında yazılanda siz onu çalışın ədəd kimi yox, rəqəm kimi baxasınız. Məsələn 3, 4, 2, 5 kimi, 3, 4 kimi, yəni toplayasınız, çıxasınız rəqəmləri bir-birindən. Burada biz görürük ki, 34 ədədindən 7 düzəltmək olur. Yəni burada 4 ilə 3-ü toplasaq 7, 5-dən 2 çıxsaq 3 rəqəmi alınır. Sonra yenə baxırıq ikinci sətirdə qaydanaya əmin olmaq üçün 4-dən 2 toplayırıq 6 edir. 7-dən 3 çıxırıq 4 edir. Demək qanuna uyğunluğumuzu düz tapmışıq. İlk 2 rəqəmi toplayır, digər 2 rəqəmi isə çıxırıq. 8-in üstünə 4 gəlirik 12 edir. 5-dən 3 çıxırıq 2 edir. Bu da bizə 122 ədədini verir. Sonra ikinci suala baxırıq. Burada da bir qanuna uyğunluğumuz vardır. Burada 8-in üzərinə 3 gəlirik 11 edir. 11-dən də 5 çıxanda 6 edir. Burada demək bizə əsas lazımdır ki, bu fiqurların üstəgəl və ya çıxma olduğunu biz bilək. Artıq bildik ki, bizdə sarı simarikli olan çıxaqdır, digəri isə toplamadır. 6-dan 2 çıxanda 4, 4-ün üstə 4, 8, tamamilə buna artıq əminik. İşarələrimizi yerinə qoyub və sual işarəsinin cavabını tapmağa çalışaq. 6-dan 1 çıxanda 5 edir. 8-dən də 3 çıxanda 5 edir. 5 ilə də 5-i toplayanda bizə 10 cavabını verir. Üçüncü sualımıza baxaq əziz şagirdlər. 8-in üstünə 4 gələk. 8-in üstünə 4 gəlirik, edir 12. 12-nin üstə 5 gəlirik, edir 7. Görək qanuna uyğunluq digərlərində də davam edirmi? 13-ün üstünə 8 gəldi, 21. 21-in üstünə 5 gəldi, 26. Demək qanuna uyğunluğumuz düzdür, düz tapmışıq. 14-ün üstünə 8 gələrik, edir 22. 22-nin də üstünə 5 gələrik, edər 27. Bu da bizə verir C variantını. Digər dördüncü suala baxaq. Dördüncü sualda buradakı 32 rəqəmi ədədi kimi götürsək, bu rəqəmi bizə 5 almaq çətinləşir. Biz buna 3 kimi baxırıq, ortasına üstəgələk qoyuruq. 3 ilə 2-ni toplayanda 5, baxırıq 8 ilə 5-i toplayanda 3. Digər rəqəmimizə baxırıq. 2 ilə 1-i toplayan 2-dən 1 çıxanda 1. Demək burada isə bu rulet şəklində olan simarikimiz çıxmadı. İndi biz həmin işarələri gətirək yerinə qoyaq. 2 ilə 4-ü toplayarıq. 2 ilə 4-ü toplayarıq eləyər 6. 4-dən 2 çıxarıq 2 edər. Ortada da üstəgələr işarəsi olduğu üçün 6-nın üstə 2 gələrik 8 ədədini bizə verər. Digər 5-ci suala baxaq. 5-ci sualda bizə görək nədir? 3-ün üstünə 5 gələr. 8 edir. 5-in üstə 5 gəlir, 10 edir. Demək, keks artıq üstə gəlmədi, 5 gəlmədi. Biz keksin yerinə yazaq. 5 harda varsa, yumurta görək nədir? 12-ni necə 9 edə bilərik? 12-dən 3 çıxarıq, 9 olar. 18-dən 3 çıxarıq, 15 olar. Demək, yumurtalar isə 3 çıxaqdır. İndi digər toplamağa çalışaq. Aşağıdakı sual işarəsini tapmaq üçün, bizə verilən ədədi tapmaq üçün nə etməliyik? Onu tapaq. Burada 3 çıxmalıyıq. 18-dən 3 çıxanda biz baxırıq. Burada 18-dən baxırıq ki, 3 çıxsaq 15 qalar. 15-in də üzərinə 5 əlavə etsək 20 ədədini bizə verir. Bu da olur A variantı. Digər sualımıza baxırıq. 3, 5, 2 rəqəmlərini görürük. Bundan necə 6 düzəltmək olar? Ona baxırıq. 5-in üstünə 3 gələndə 8 edər. 8-dən 2 çıxanda 6. 5-in üstə 4 gələndə 9. 9-dan 4 çıxanda 5. Artıq qanuna uyğunluğumuzu tapdıq. 7-nin üstə 2 gələndə 9. 9-dan da 5 çıxanda edər 4. Cavabımız, doğru cavabımız 4-dür. D variantı. Burada biz necə 5-i əldə edə bilərik, ona baxmalıyıq. 5-in üstünə 2 gələk, edər 7. 7-nin üstünə 4 gələndə 11 edər. İndi baxaq görək digərlərində də qanuna uyğunluğumuz uyğun gəlirmi? 4-ün üstə 3, 7. 7-nin üzərinə də
7-nin üzərinə bayaqki kimi 4 gəlsək 13 etmir. Demək burada qanuna uyğunluğumuz belə deyil. Burada da ola bilsin ki, toplamalar var. Burada 5-in üzərinə 2 gələndə 7, 7-nin üzərinə 1 ilə 1-i toplayanda 2, 7-dən 2 çıxanda 5. Bəli, bu doğru oldu. 4-ün üzərinə 3, 7, 3-ün üstə 1, 4, 7-dən də 4 çıxanda 3 edir. Artıq tapdıq qanuna uyğunluğu. 5-in üzərinə 3, 8, 8-in üzərinə 4-dən də 1 toplayanda edir 5, 8-dən də 5 çıxanda qalır 3. A variantı doğru cavabdır. 9-cu suala baxırıq. 9-da 9 çıxaq 4, 11 ədədini vermir bizə. 9-un üzərinə 4 gələrik, edər 13, 13-dən də 2 çıxarıq, 11 ədədini bizə verər. İndi baxaq 25 ilə 32-ni toplayaq. 25 ilə 32-ni toplayanda 57, 57-dən 2 çıxarıq. Demək, hər dəfədə 2 çıxmalıyıq. 55 edər. İndi isə bura baxaq. Biz 15-in üzərinə 15-in üzərinə neçə gəlib 2 çıxsaq 20 edər. Bunun üçün biz 20-nin üzərinə 2 gəlirik, 22 edir. 22-dən də 15-i çıxırıq, bizə 7 ədədini verir. Demək ki, sual işarəsinin yerində 7 rəqəmi olmalı idi. İndi isə yenə bir daha baxaq. 15-in üzərinə 7 gələndə 22, 22-dən də 2 çıxanda 20 rəqəmini verir, ədədini daha doğrusu bizə verir. Sağ olun, gələn dərslərimizi izah etməyə, başqa testlərdən də izah etməyə çalışacağam. Hansı testlərin izahını istəsəniz şərhlər bölməsində yaza bilərsiniz. Hazırlıq qruplarımıza qoşulmaq üçün onlayn və əyani bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.